Haradasa çınar ağacının dibinə bir sarmaşıq toxumu düşür. Toxum cücərir, çinarın gövdəsinə sırmaşa yuxarı qalxır. Bir müddətdən sonra sarmaşıq çinarın üç hissəsindən yuxarıda durub, lovğa çinardan soruşur. Neçə yaşım var? Çınar cavab verir. 100 yaşım var. Sarmaşıq yenə lovğalanaraq deyir. Baxmayaraq ki, sənin 100 yaşın var, ancaq mən bir ilin içində ucalaraq səni ötüb keçdim. Çınar deyir, unutma ki, sənin mənim tək dayağım var. Deyirəm, ağsaqqallar bizim evimizin, elimizin dayağıdır. Evimizin, elimizin ağsaqqallar bərəkətidir. Bu dünyada gördüyümüz dövranın bir adı da şöhrət imiş sən demə. Aldanmışıq hiləsinə zamanın, şöhrəti də möhnət imiş sən demə. Ağzımızda bal dadması həyatın, ala çəkib aldatması həyatın, vaxt götürüb baş qatması həyatın, bizə böyük hörmət imiş sən demə. Ağ qaranın, qara ağın üstündə, dağ sinənin, sinə dağın üstündə, 5 gün gəzmək bu torpağın üstündə, boynumuza minnət imiş sən demə.